Tərlan xanıma dəyər veririk, gəlibsiniz, vaxtınızı ayırıbsınız, minnətdaram. Tərlan xanımın Ulu Öndərin canlı əsəri kitabının təqdimatı ilin başından başlayıbdır. Azərbaycan qızlarının nümunəvi bir xanım kimi yetişməyində həm Mirvarid Dilbazi yaradıcılığını oxumaq kifayətdir, həm də Tərlan xanıma həsr olunmuş kitabı oxumaq doğrudan da kifayətdir. Bir də Azərbaycan Milli Kitabxanasında təqvim ilinlə əlaqədar olaraq belə kitab hazırlanır. Şəhidlərimizin yubiley yaşları burada qeyd olunur, ictimai siyasi xadimlər burada qeyd olunur. Tərlan xanım da burada deməli ictimai bir xadim kimi burada yer alıb, yanvarın 22-sində deməli bu hara təqdim olunub, oralarda da Tərlan xanımın tədbiri keçirə bilər. Mən təşəbbüs göstərdim, Vaqif müəllim də çox sağ olsun, bu kitabı yazdı. Tərlan xanıma da təşəkkür edirəm ki, illərlə qoruyub saxladığı o boğçasını bizə əmanət etdi və biz bu gözəl kitabı araya, ərsəyə gətirdik. Mən indi kitabın üzərində haqqı zəhməti olan, gözünün nurunu bu kitaba qoyan bizim əzizimiz, araşdırmaçı, yazıcı, şair, gözəl insan Vaqif müəllimə söz vermək istəyirəm. Və mən bu kitabı oxuduqca, inanın Allaha, dönə-dönə Vaqif müəllimə təşəkkür etdim ki, doğrudan da Tərlan xanımın o görünməyən tərəflərini də ortaya qoyurdu. Çox gözəl bir kitabdır. İnşallah arzu edirəm ki, hamı bu kitabı oxusun. Buyurun. Azərbaycan tarixi qədim olsa da yaxın keçmişimizin, yaxın demək olar ki, 50 ilin elə qəhrəmanları var ki, indiki dövrdə gənclər onları tanımır. Əslində, tanımamakta bu da bizim səhvimizdir. Vaxtında yazmamışıq, pozmamışıq, təqdim eləməmişik. Və nəhayət, belə əmək qəhrəmanlarından birisi də Tərlan xanımdır. Tərlan xanım, mən o qədər təvəzzükar xanımdır ki, kitab onun haqqında mən yazmaq istəyirəm deyəndə biraz tərəddüd elədi. Yəqin ki, fikirləşdi ki, yəqin mən özünün reklama ehtiyacı yoxdur, amma reklam deyildi bu. Kitab tarixdir. İnsan ömrü 60-70 il, 80 ildirsə, kitabın ömrü 1000 ildir. Ona görə belə bir kitabı yazmağa qərarı aldım və özümə də söz verdim ki, nə olsun ki, sosializm dövrünün qəhrəmanıdır. Nə var? Olduğunu olduğu kimi yazacağım. Tarix onsuz da saxtalıq sevmir. O gələcəkdə mənə də və yaxud da Tərlan xanıma da kimsə deməsin ki, burada nəsə şişirdilmiş söhbətlər var. Şişirdilmiş söhbətlər deyəndə Tərlan xanım həmişə jurnalistlərə böyük rəğbət bəsləyən, hörmət bəsləyən insandır. Əslində bunun səbəbi var. Tərlan xanım 21 yaşından, 18 yaşından tarlalara çıxıb, ondan sonra orada pambıq yığmağa başlayıb, orta məktəbi yaxşı qiymətlərdə qutarsa da gedib ali məktəbi əsərlərini təqdim eləməyib. O, bax, əmək insanı, çoxumuz orta məktəb dövründə əmək insanı ucaldır. Ən çox sevdiyim ədəb qəhrəman inşalarını yazmışıq yəqin. İndi məndən biraz zamanları yəqin ki, elə inşaları çox yazırlar. Əslində elə də olmalıydı. Bu kitab belə yarandı. Bir kəndçi, kənd qızı gəlib pambıq yığan maşının, nəhəng bir səhra gəmisinin pambıq yığan maşının arxasında oturub pambıq yığırsa, əslində biz xalqımızın fəxri olmalıdır bu. Niyə yazmayaq? Yazdıq və yazanda da nəzərə aldım ki, bu bir çox jurnalistlər son vaxtlar artıq SSR dağılandan sonra başlamışdı bəzi bizim köhnə dəyərlərimizə dodaq büzməyə ki, şişirdilmiş qəhrəmanlardır, belədir, elədir. Ulu Öndər Heydər Əliyev hələ o vaxt Tərlan xanımın bir sahənin o başına gidib gələndə bir bunker doldurunda bunkerindəki pambığın çəkisi ilə, gündəlik saatları ilə o alim mütəxəssislər hesablatmışdı ki, bir ildə, bir mövsümdə nə qədər pambıq yığmaq olar. Hesablamışdılar ki, təqribən 600 tona yaxın pambıq yığmaq olar. Elə Tərlan xanım da elə ilk günlərdən, düzdür, əvvəllər gənc vaxtında biraz təcrübəsi vaxtında az yığıb, axırda 600 tonu keçmişdi. Burada deməli, fakt olduğu kimi var burada. Şişirtmək söhbəti yoxdur. Jurnalistlərimiz də bizim biraz sensasiya axtaranlar çox olur. Zamanın axarına düşüb, özlərinə bir
xalq qazanmaq üçün başlamışlar şişirdilmiş qəhrəmanlardan. Əslində elə deyil. Tərlan xanım alnın təri ilə bu zirvəyə gəlib çatıbdır. Bir də Tərlan xanımın Sevil Qaziyeva böyük rəhməti olubdur. Onun əslində sürücü mexanik olmağında bəlkə də Sevil Qaziyevanın xidməti çox olubdur. Xidməti deyəndə üzrüstəm adı böyük olubdur. Ona görə ki, Tərlan xanım elə orta məktəbdə oxuyanda Sevil Qaziyeva faciəli surətdə pambıq yığan maşının arxasında həlak olmuşdu. Bundan sonra o istər-istəmiz elə vaxtı Nəbi Xəzrin bir Günəşin bacısı poeması vardı. O da deyir, dayan ay bacım, aman ay bacım, küləklər saçını axlarıdır, ehtiyat edin yaraşığıdır. Tərlan xanım sonraki dövrlərdə pambıqçı, sürücü mexanizatorlar üçün özünün iş geyimi formasını da onun təklifi ilə, onun nəyi ilə düzəldiblər. O, bilirsən, ehtiyat doğru təhlükəsizlik texnikalarına, qaydalarına əməl etmək mütləq lazım idi. Bütün bunlardan başqa Tərlan xanım 10 il SSR Ali Sovetinin deputatı olubdur. Sovet dövründə. Bu zarafat diyor, 23 yaşında SSR'nin en genç deputatı. SSR'nin en genç. Sonra da müstəqillik illərində birinci çağırışda vaxtı Milli Məclisin deputatı olubdur. Tərlan xanımın əməyi dəyərləndirilməli idi. Mən də çalışdım ki, az çox ona dəyər verim və mənim yazdığım oxucularımın, sizin xoşunuza gələcəksin, nə xoş mənim halıma bir şey deyim ki, Tərlan xanım kimlər həmişə yaşayacaq. Tərlan xanımın sifətinə baxın, onda məmur sifəti yoxdur. Çünki o alın təri ilə gəlib oraya çatıbdır. Onu mazutda əllərinin üzünə vuranda qaralıb onun sifəti, günəş qaralıb onun sifətini, başqa vaxt həmişə üzar olub onun. Bir daha, mən ona görə biraz qısa danışmaq istəyirəm ki, burada söz demək istəyənlər çox olacaq. Hər birinizi, əvvəla bir də qadınlar çoxdur burada, hər birinizi sabahki bayramımız münasibətilə təbrik edirəm. Gözəl günlər arzulayaq, xoş arzularınız kim olsun. Anaların həmişə yüzü gülsün, müharibə olmasın, şəhid verməyək. Həmişə o balalarını, gözəl günlərini, şən günlərini görsün. Əskərə də gedəndə ürəkli göndərsinlər ki, balalarım vətən borcunu ödəyib qayıdacaq. Sizi təbrik edirəm, sağ olun. Güldən çələng toxuyar. Nənənin cavabını ay qızlar, gəlin mahnı ilə oxuyaq. Yarıma demişəm mənə sağlasın, aman mənə sağlasın, mənə yar mənə almışım, aman mənə sağlasın, mənə yar aman mənə sağlasın, mənə yar Aman
xalq şairi Nəriman Əsənzadənin təbriklərini Nəriman Qarzına çatdırıram. Nəriman Əsənzadə yazır ki, mübarək mənim bacım qınırlarım, sən hünərvar qalasan bu torpağın, müşabələr nəvəsisən, həcərlərin əvəzisən. Təbriklər. Gözəl oxudular. Elə yeri gəlmişkən, indi sözü Qarabağ qazisi, yazıcı, araşdırmacı, əzizimiz, dəyərlimiz Rafael Tarzadəyə verirəm. Nə yaxşı ki varsınız, yoxsa bizim dünyamız belə nizam olmaz. Siz dünya nizam gətirənlər siz. Allah həmişə sizi var edəsin. Vaqif müəllim mənə deyəndə ki, Tərman Musayev haqqında kitab yazıram. Həkim mən də biraz o illərə qayıtdım və içindən çox böyük bir istək keçdim. Bunun üçün mən Vaqif müəllimdə qələmin də tanıyacağım, başını da tanıyacağım, yazısını ədəbdən. Tərman xanımda bizim o gəncliyimizin həkim ərəflər kumil olmuşdu. Yəni, Vaqiflərin bayaqları o məsələlərə toxundu. Hər birimiz o vaxt əmək qəhrəmanlarını həddən artıq izləyərdi, televizorda baxırdı və yerdi və Tərlan xanımda həm də bizə doğmalıq vardı, yəni Qarabağlı olaraq biz doğmayı, onun üçün onun hamıdan çox istəyirdik. Yaxınlarda Azərbaycan Yazıçılar Birliyində bizim Həmkarlar Təşkilatının sədri Füzdan Məhəmmədinin 85 illik keçirdi. Mən onun Wikipediyasına baxdım və orada gördüm ki, o da orta məktəbi gümüş medalla bitirib, amma gedib orada belə də tələbətçiliklə məşğul olub. Orada onun nailiyyətləri SSR-i Ümidlaq Qadızatı nailiyyətlər sərgisinə kimi çıxıb. Ondan sonra gəlib oxuyub, həm pedagogdur, elmlər namizəddir, həm şairdir, yazısıdır, dilşünasdır. Yəni, müqayisə ona görə dedim ki, bayaq Vaqif müəllimə dediyi kitabda da qeyd olunub, Tərlan xanım orta məktəbi yaşı tutarsa da o əmək fəaliyyətinə başlayıb. Amma istər-istəməz insanın içində olan potensial ona həmişə önə çəkir və haradasa özünü biruzə verməlidir. Və Tərlan xanımın həm də bizim üçün örnək olan başqa bir cəhəti də var ki, o harada olubsa həmişə özünün xarakterinin ciddiliyi ilə və işgüzarlığı ilə seçilib, sevilir. Ümumiyyətlə, belə söz deyiləndir, yazı yazılandır, amma kitab qalandır. Ona görə də Vaqif müəllim, Həkim müəllim, çox mən təşəkkür edirəm Vaqif müəllimə, ona görə Vaqif müəllimiz uzun müddət bir yerdə çalışırıq, işləyirik, jurnalımız var və yazılar, yəni bizim ərsəyə gələn çoxu tədbirlərimiz və kitablar var. Bu kitabın Vaqif müəllim yazması, yəni mənə ikiqat sevinç gətirdi. Vaqif müəllim hər bir insana, insanın ən kiçik işindən tutmuş böyük işinə, balaca əsərindən tutmuş böyük əsərinə kimi hər birinə bir işə salır və o işıq adətən üst tərəfi yox, arxa tərəfi göstərir. O, ümumiyyətlə, görünməyən tərəfi həddindən gözəl təqdim edə bilir, bacarır və onun yazını heç bir yazıda hafızı yoxdur. Onun ən xırda yazılarından tutmuş böyük əsərlərindən kimi heç birində hafızı yoxdur. Olduğu kimi. Onun üçün də bu kitab ona görə lazımdır ki, Tərlan xanım, yəni dövrümüzdür, biz yaşamışıq, Sovetləri biz heç inkar edə bilmərik, onun dövrüdür, yaşamışıq. O xidmətlər bəzən bilməyənlər, tanımayanlar üçün bu kitab Tərlan xanımı, bax, mən buyam, kitabdakı mənəm, deyə bilir Tərlan xanım. Onun üçün də ikinci də təbrik edirəm, ikinci də doğru arzu edirəm, yəni vaxt arzuluğu üçün istəmirəm, çox vaxtınızı alın, bir daha təbrik edirəm. Çox sağ olun. Cəfərli adına Respublika Gənclər Kitabxanasına, Aslan müəllimə və bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Qənrə xanım biz danışanda Qənrə xanım çox sevindi ki, bizə mədəniyyət naziri məktub daxil olmuşdu ki, Tərlan xanımın tədbiri burada keçiriləcək və biz Tərlan xanımı görəcək. Maraqlı burasıdır ki, mən bu kitabı təqdim edəndə orada cavan xanımlar da oturanlar deyirlər ki, Tərlan xanım sağdır. Hələ baxmıram, buradan bir dənə sual verirlər. Tərlan xanım sağdır ki, bəli, Tərlan xanım bugün bizimlə bərabərdir. Mən indi Qənrə xanıma söz vermək istəyirəm. Bugün hər birinizə xoş gəlmişsiniz deyirəm. Mənim üçün böyük şərəfdir. Güllü xanım mənə deyəndə ki, Tərlan xanımın 70 illik yubileyi, mən dedim, doğrudan Tərlan xanımın 70 yaşı olur. Mən onun 80-85 falan belə bilirdim sözümüzü. İnanmadım ki, 70 yaşında bizim qəhrəmanımız
yaşayır və biz o canlı əfsanəni görəcəyik. Bugün Mədəniyyət Nazirliyinin hesabat iclası ilə əlaqədar Aslan müəllim bu tədbirdə iştirak edə bilmədi. Ola bilər tədbirin sonuna yaxın gəlib çıxsın. Xüsusi Gülü xanım sizə təşəkkür edək ki, belə bir tədbiri bizim müəssisəyə salmışsınız. Uğurlarınız bol olsun. Burada oturan bütün xanımların, başda Fərman xanım olmaqla Qadınlar Bayramını təbrik edirəm. Uğurlarınız həmişə bol olsun. Siz də həmişə sağ olasınız ki, bizim gənclərə örnək bir xanımsınız. Bir tərəfdən də mənim atam dəyərləridir. Mən bugün 2 qat xoşbəxtəm ki, belə bir xanım bizim kitabxanada, bizim ocaqda gəlib kitab təqdimatı keçirilir. Üzrü hesab edeyim, biraz şöyle həyəcanlıyam. Bizim qonağımız var. Mahir və Tahir şəhid qardaşların bacısı Nərgiz xanım. Mən qürur duyuram, çox xoşbəxtəm ki, bugünkü tədbirdə iştirak elədim. Çox sağ olun. Çox gözəl. Bənövşə. Təbrik ederim. Çox sağ olun, Nərgiz xanım. Minnətdarlığımı bildirəm. Mən indi bizim əzimiz Fəridə Əlamana söz vermək istəyirəm. Mirvari Firbazi Poeziya Məclisinin həm yaradıcılarından, həm idarə heyətinin üzvü, həmişə bizimlə bərabər olan, özü gələ bilməsə də ürəyi bizimlə olan. Dünən də bir gözəl şeir yazmışdı. Bəli, gözəl şeir yazmışdı. Xalidə xanım da. Fəridə xanım. Nə deyək ki, ona layiq olsun. Çünki bütün o, nə deyim, o zəhmət haqqında, insanlıq haqqında fikirləri o yaradıbdır. Və onu qələmə alanlara təşəkkür edirəm. Bütün bu şəraiti yaradanlara təşəkkür edirəm. Allah Heydər Əliyevin də ruhunu şad eləsin. Deyir, dağ əyilməz, yel əsər, dağ əyilməz. Heydər Quran dövlətin, əməli dağ əyilməz. Şükür Allaha ki, bugün onun ideyalarını, ideologiyasını davam etdirən İlham Əliyevimiz var. O zəhmət adamlarına da, ədəbiyyat adamlarına da, incəsənət adamlarına da hər birinə qiymət verir. Fərman xanım hər şeydə öncül xanımdır. Zəhmətdə öncül olmaqla yanaşı xeyirxahlıqda da. Çünki hər dəfə onu mən sosial şəbəkədən də izləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O, demək bir dənə şəhidi unutmur. Onların valideynlərin ad günlərini, özlərinin ad günlərini, şəhadət günlərini hamısını yad edir. Çox sağ olun Tərlan xanım. Hətta biz Tərlan xanımla birgə o vaxtı Ağdamın Sağcalıq Hospitalına getmişdik. Demək, bizim hazırda deputat Tənzimə xanım Rüstəmxanlı, Azərbaycan Köçk Adamlar Evinin rəhbəri həmzəli, o xətlə biz getmişdik. Bizlə Çimnaz xanım da getmişdi. Ay Çimnaz xanım, xoş gördük sizi də. Heç görmürəm, inanırsın, çox olur. Anlamadım, elə. Çəkmə gözünü göstərir. Xoş gördük, çox sağ olun. Bu tədbir təşkil edildiyinizə görə doğrudan Tərlan xanımda ondan sonra görməmişdim. Çimnaz xanım bir də Leç komissiyada görmüşdüm qızımla. Allah həmişə yaxşı yerlərdə görüşməyə qismət eləsin. Tərlan xanım, nə deyim də, müəllifə çox təşəkkür edirəm. Doğrudan da siz hər şeyi özünüz o həyatda insanlara zəhmətinizlə bəxş eləmişsiniz. İnsanlıq haqqında daha doğrusu fikir yaratmışsınız. İnsanlığın necə bir vaxtı rəhmətli Bəxtiyar Vahabzadə deyir ki, zaman gələcək, demək, insanlıq gedəcək, insanlar qalacaq. Amma siz həm ki insan kimi, həm də öz insanlığınızla yüksək dəyər qazanmışsınız, Allah sizə ömür versin. Və dünən bir dənə də şeir yazmışdım. Halal ömür sürüb, yaşad olmuşsan, saflığa, açlığa sirdaş olmuşsan, şərəflə, zəhmətlə sən ad almışsan, illərin yadında qalansan Tərlan. İndi bir xanım dedi ki, mən bilmirəm hələ Tərlan xanım sağ olduğunu, Allah sizə uzun ömürlər qismət eləsin. Siz doğrudan da hələ zaman illərin yaddaşında qalacaqsınız. Üstəlik də elə o əsərlə, sizin haqqınızda yazılan əsərlə də sorağın dolaşır bütün dünyanı, torpaq da duyurmuş qəlbin duyanı. Hələ körpəlikdən xeyir duanı, o uca Tanrıdan alansan Tərlan. Pambıq tək açılsın, qoy alın tərin, bir igid qızısan doğan səhərin. Bu xalqa bəllidir sənin hünərin, sən uca zirvədə Tərlansan Tərlan. Doğrudan da öz zəhmətini
və icazə varsa, yəni kitabın adı mənim çox xoşuma gəldi. Kim seçibsə o adı, ona halal olsun. Müəllif özü seçib. Müəllif özü seçib. Hə, müəllif özü seçib, ömrü uzun olsun. Demək ki, mən də Tərlan xanım burada Ulu öndərimizlə bağlı onun zaman seçib bu 2 dəfə dövlət mükafatı layihəsində Cövdət Hacıyevin onun zaman seçib simfoniyasını ssenarist əsasında mən yazmışam, mənə tapşırılmışdı. Kitab Azərbaycan və İngilis dilindədir. İndi mən onu da sizə təqdim edəcəm. Bir də təzə çıxan Vətən, Məcnun, mən Leyli. Hər birimiz vətənin leylisiyik, vətənimizin qurban olaq. Bunları sizə təqdim edəcəm. Çok sağ olun Terli Hanım, teşekkür ederim. Size can sağlık, hoş günler arzulayıyorum. Terlan Hanım'ın ben Kasımoğlu'da işleyen döneminde 3 kilogram salpoz var idi bir yaganda. Serdar Emiraliyev'den bir yerde bir tarafı var. Biz bize bir Kasımoğlu'su olarak da bizi günlerle güvenler anmak yuvana nezaret edeceğiz. O vaxtlar o şok baxışdı, gözəl, gülər üzlü xanımı bu günlərdən burada görəndə oradan da çox ürək açıqlığına sevindim. Sizi təbrik edirəm. 3 bayram bir-birinin üstünə düşür. Oruçluq ayıdır, 8 martdır, bir də Novruz bayramıdır. Bunlar neçə ildən bir siriyyə düşdüyü üçün və bu günlərdə sizi burada təqdimat mərasimində olduğunuz kitabla bağlı Vaqiflərimə təşəkkür edirik. Yəni, var olun. Həmişə gülər üzründən təbəssüm əksik olmasın. Elimizdə, oğlumuzda həmişə əminəmanlıq olsun. Həmişə rozunuz bol olsun. Ocağınız yanar olsun. Dədə Qorqudda demişlər, itiniz bürüsün, ocağınız yansın, canınız salamat olsun. Mahir Mərmə söz vermək istəyirəm, fotoğrafçısından. Bu Mirvari xanımın ruhu şaddır ki, bu məclisdə bu qədər insan, bu qədər gözəl insanlar toplaşır. Və eyni zamanda mən icazə versəm, bütün xanımları səmimi qəlbdən təbrik edəyəcəm. Başda sözsüz ki, ünlülərimiz olmaq şərtində. Doğrudan da siz bizim gəncliyimizi, mən də jurnalist olmuşum, jurnalistlər oxumuşum, yazılara bələdəm. Gəncliyimizin əsl elə sərnaməsisiniz. Və Vaqif mənim seçdiyi ada görə, Vaqif mənim qərarı iti olsun, çoxdan ki dostumuzdur. Seçdiyi ada görə də minnətlərim. Çünki mən 1997-ci ildə çıxan kitabıma şəkillər seçəndə Bərdədən, Tərtərdən, Lənkərandan şəkillər toplayanda sizin də şəkilləriniz toplamışaq o kitabda, hansı haradasa tapıb. Yəni, hamımızı təbrik edirəm. Bu günümüz mübarək olsun. Yəni gün-günə qatırıb, bayram-bayrama qatışıb, həmişə belə xoşlar. Güllü xanım, sağ olun da. Vallahi həmişə bizi sevindirirsiniz. Məni üzrü sayın, tədbirdən tədbirə. Tədbirsiz günlük olmaz. Neçə ildir Tərlan xanımla bərabər yol gəlir. Deməli, bunlar həm zəhmət keçdilər, həm də o qədər sədaqətlidirlər ki, elə mənə elə gəlir ki, bunların dostluğu da bir örnəkdir bugün bizlərə. Çox təşəkkür Necə gözəl xanımsınız. Təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Mənim bacımın haqqında belə bir samballı, gözəl bir kitab yazdığınıza görə, onu araya ərsəyə gətirdiyinizə görə və bu silsilə tədbirləri təşkil edildiyinə görə çox böyük minnətdarlığımı təşəkkür edirəm. Hər ikinizə, Vaqif müəllimə də Gülxan sizə də. Tərlan xanımı mən 1977-ci ildən tanıyıram. Yəni, ola bilər ki, burada oturanların hamısının əvvəl bəlkə də mən Tərlan xanımı tanıyıram. Lap cavan bir uşağı idi. Mən o vaxtda Azərbaycan Komsomol Komitəsində bir ilk katibi işləyirdim. Tərlan xanım da artıq şöhrət tapmış, Respublikada şöhrət tapmış sürücü mexanik idi. Qonşu dayanır olduğumuz üçün biz daim Mərkəz Komitə, Komsomol Mərkəz Komitəsinin qanunlarına, tədbirlərdə birlikdə gəlib gedərdik. O vaxtda Tərlan xanım Komsomolun Mərkəz Komitəsinin büro üzvüydü. Və talihimiz elə gətirdi ki, sonra biz Mütləq Komsomolunun qruplarının nümayəndəsi eyni vaxtda seçildik. Mən Ağdamdan Çərpan xanım qaydadır və deyir, qardaşın necə adamdır, deyir, yol yoldaşı olmamışam. O vaxtda biz orada cavan vaxtımızda yol yoldaşı olmuşuq və orada mən Tərlan xanımı daha yaxından tanıdım. Yenə də talihimiz elə gətirdi,
Uzun illərdən sonra biz 1995-ci ildə Müstəqil Azərbaycanın ilk parlamentinə hər ikimiz deputat seçildik. Yenə də mən Ağdamdan, Tərlan xanım Qərdədən. Və 5 il biz Milli Məclisin həm iclaslarında yanaşı oturduq, həm eyni otağı bölüşdük. Tərlan xanım baxmayaraq ki, o Aqrar Siyasət Komissiyasının üzvüydü, mən Sosial Siyasət Komissiyası. Başqa komissiyada olmamıza baxmayaraq otağımız eyni idi. Və eyni otaqda bir tikəmizi bölmüşmüşük. Yəni, ağır günlərimiz, xoş günlərimiz, sevincimiz, kədərimiz həmişə bölüşmüşük öz aramızda. Sonra qonşu olduq. Və bu qonşuluqdan sonra da ailələr tamamilə yaxınlaşdı. Yəni, bir evin ailəsi kimi olmuşuq xanımız. Tərlan xanımın kitabda görünməyən xarakteri, kitabda görünməyən cəhətlərini mən daha yaxşı bilirəm. Tərlan çox gözəl övladdır. Onun nənəsi vardı, Allah rəhmət eləsin, Gülüstan nənə, yəni hamımıza nənəlik edirdi. Gülüstan nənə 105 yaşına qədər yaşadı. Tərlan xanım onu uşaq kimi qucağında gəzdirirdi, mənim gözümün qabağında oldu. Tərlan xanım çox gözəl anadır, gözəl üç qız övladı idi. Tərlan xanım çox gözəl həyat yoldaşıdır. Fəxrəddin müəllim Allah can sağlığı versin. Fəxrəddin müəllimin qulluğunda necə dayanıb, onu mən görürəm. Yəni, bəzən bu ictimai işlə məşğul olan, hardasa vəzifədə olan, şöhrəti olan qadınlara elə baxırlar ki, bunlar elə heç bacarmırlar. Ancaq gələ hardasa kürsüdə otururlar, söz deyirlər. Ancaq elə deyil. Yəni, o ailədə o qadınlıq missiyasını yerinə yetirən, bəlkə də mən ən nümunəvi xanımlardan biri Tərlan xanımdır deyərdim. Əlinin gözəl qabiliyyəti var, xörəklərini qalır. Qarabağ xörəklərini pişirməyində əla bir inşallah qismət olar. Mən Tərlan xanım təbrik edirəm. Mən bugün demək istəyirəm, sabah, bugün elə havadır ki, elə bir yaz da üzümüzə gülür, elə bir ki, təbiət də sevinir nəyəsə, düzdür, bayramlar ayıdır. Sabah da hansı bayramdır? Yəni, qadın həqiqətən həyatın yaradıcısıdır, qurucusudur, ailənin dirəyidir qadın. Və hər bir insanın, hər bir deməli, müvəffəqiyyət qazanmış bir kişinin arxasında mütləq bir güclü qadın dayanır. Əgər o qadın onun arxasında dayanmasa, o kişilər çətin özəlində bilərlər. Mən o Peyğəmbərimizin cənnəti ayaqlarının altına sərdiyi analarımızı, gülüşləri ilə bəşəriyyəti güldürə biləcək qadınlarımızı, başqa şəhid anaları, şəhid bacıları, şəhid qızları, övladları olmaqla bütün Azərbaycan qadınlarının sabahki bayramını təbrik edirəm. Qarşıdan həmcə Ramazanla Novruz bayramlarımız gəlir, onunla əlaqədar təbrik edirəm. Tərlan xanım, səni ürəkdən təbrik edirəm. 100 yaşa, Tərlan xanım kimi insanların, yəni bu kitab bizim gəncliyimizə lazımdır, bizim bugünümüzə lazımdır. Və Nənə Qızlar ansamblı çıxış elədi, mən düzü xəyalən Ağdama qayıtdım. 80-cı ildə o ansamblın yaranması da mənim böyük xidmətim olubdur. Bugün bərpa ediblər o ansamblın. 82-ci ildə Ağdamdan Natavan Qızlar bayramı keçirdik və o bayramda ilk dəfə bunlar çıxış edildi. Bayaq mən bir balaca təsirləndim, hətta elə bir ki, xəyalın Ağdam imarətinə getdim, qayıtdım. Yəni bu çıxış edənlərin arasında o dövrdən qalan, nənə o dövrdən qalandı. Onda cavan uşaq idi. İndi nənə obrazında çıxış edir. Bir daha hamınızı təbrik edirəm, əziz xanımlarımız. Allah həmişə üzünüzü gülər eləsin. Süfrələriniz həmişə bol olsun, çünki süfrəni qadın qurur. Çünki xəbəri olur, alıb gəlsə də özü bilmir. Onun süfrəyə gəlib çıxardan lazımdır. Süfrələriniz həmişə bol olsun. Ocaqlarınız yanar olsun, canınız sağlam olsun. Hamınız övladlarınızdan yarayasınız. Respublikanın Əməkdar müəllimi, BHT rəhbəri Əzimiz Esimdə xanım. Buyurun, siz. Hamıya söz verəcək, heç kəslərə ona görə qısaca edirəm. Çox sağ olun Gülnur xanım, mənə söz verdiyiniz üçün. Baxıram ətrafa, görürəm, nə gözəl insanlardır bu günləri görürlər bura. Çox təşəkkür edirəm. Siz həmişə bizi sevindirirsiniz, belə bir arada çağırıb hamımızı. Sizin özünüzə təşəkkür edirəm ki, həmin bu kitabın nəşrində iştirak eləmişsiniz, özünüzdə redaktörüsünüz. Vaqif müəllimə təşəkkür edirəm. Çox nəfis baxdım, indicə baxdım, hamısından çox nəfis yazılmış bir kitabdır. Təbrik edirəm hamısı. Əsasən güllərimizi təbrik edirəm. Demək olar ki, bizim ikimizin arasında 1 yaş, 2 yaş fərqimiz var, yoxsa yox, eyni illərin uşaqlarıyıq. Siz
həmin bu gənclər sizi 60, 80, 90 yaşında ona görə hesab edirlər ki, siz uşaq yaşından, gənc yaşından, orta məktəbi qutaran kimi incə qeyd olundu, çox gözəl oxumusunuz, həddən artıq gümüş medallar qutarmışsınız. Siz bizim dövrümüzün qəhrəmanıydınız. Düzdür, indi hərdən Sovet hökuməti haqqında, ay Sovet hökumətində belə oldu, ancaq mən çox şadam ki, Sovet dövründə yaşamışam. Nəyə görə? Çünki biz 5 uşaq olmuşuq, atamız da fəhli olur. Biz 5-imizi də ali savad almışıq. Axırıncı qardaşım Moskva Lomonosov Universiteti qutardı. Bu nə deməkdir? Bu elə o dövrün də gözəlliyidir, düzdür, çatışmayan, bütün dövrlərdə çatışmayan var. Siz bundan mənə yaxşı bilirsiniz, onların hamısını. Bu dövrdə, yəni o dövrdə o bizim qəhrəmanımız idi, həddən artıq doğrudan. Ona görə həmişə biz onu ucalarda görmüşük, deputat kimi nitqinə qulaq asmışıq, həmişə istəmişik onun kimi olaq. İndi də canlı görürük. Siz təbrik edirəm. Allah can sağlığı versin. O gün olsun ki, Güllü xanım bizi elə beləcə hamımızı sizin yüzünüzə dəvət. Mübarək Dilbazi yazır ki, hər papaq qoyana kişi desəm mən, kişilər inciyər səxavətimdən baxın, belə qadınlarda etirafətən, günahdır onlara kişi deməsən. Qarı bağımızın, qanlı tarixinin canlı şahiddir. Ayda xanım olmayan yerdə də, Ayda xanımla danışılanda insanın üzü normaldır. Ona görə ki, bir qəhrəmanlıq nümunəsidir. Həm şairdir, həm də gözəl Azərbaycan xanımıdır. O Ayda xanım bir dəfə tədbirdən gedəndə dedilər ki, bu niyə kişi yoxşur? Dedim, qoy qadınlarımız kişi yoxşasın, kişilərimiz qadınlar yoxşasın. Qız qardaşımız, əzizimiz, dəyərlimiz. Sizin hamınızı salamlayıram. Ben hiçbir yere gecikmeyi seven adam değilim. Ona göre de avtomobil nəqliyyat yollarının adından sizden üzr istəyirəm. Ben de geçtim. Valla ben de geçtim. Saat yarımdı, Patangart bu Mətbuat prospekti belə kilitlənib qalmışam orada. Ona göre de onlarla adından üzr istəyirəm. Ben evden tez çıxmışdım. Yolu gələ-gələ, mən də Bərdəliyəm, müşavir yurdunun olmaq, həm də bilirsiniz də, İskəndər kimi bir adamı susturan bir məmləkətin paşahının yerindənəm. Uşaqlıqda mən də istəyirdim ki, Tərlan xanım mindiyi atı mən də mindim. Amma mənim müəllimlərim, özüm də oğlanların içində böyümüşdüm, kişi sənət istəyirdim əslində. Amma mənim müəllimlərim həmişə deyirdi ki, yox, sən haqq, ədalət carçısısan, sən gəl durmuşuna sor. O fikirdən məni yayınlayırlar, düzün deyəsən. Təbii ki, qismət də var, yazı da var. Ben xanımı burada görməkdən çox məmnunam. Mənim döyüş yoldaşlarımın bacısıdır. Allah hər ikisinə Meyli batalyonunu Şair bizim batalyonundan sonra bir batalyon yarattı. Bizim ikinci döyüşümüz keçmiş mədəniyyət sökülər idi. Mədəniyyət evinin qabağında bizə dedilər ki, gelin şəkil çəkdirin. Biz gelin şəkil çəkdirirdik. Xeyli şairlə məsləhətləşdik. O yeni batalyon yaradırdı. Mən dedim ki, sən bacararsan. Təbii ki, mən onda 733-ün komandirmanı idim. Bizim belə qəhrəman oğullarımız oldu. Mən hər iki müəllifə, redaktora, Vaqif müəllimlə yol yoldaş olmuşam, amma Azərbaycanca çox istədiyim kişilərdən biri də Vaqif müəllim. Yəni, deyir, səmtini itirmiş gəmi kimi deyil. Bu dünya, hayana, gedir körəsən. İnləyən bir tarın sarısı midi, bu dünya, hayana, gedir körəsən. Kişilər çoxalır, kişiliyi itir. Başı papaqlılar bizi tərk edib. Yaxşılar tükənib, yamanlar bitib. Bu dünya, hayana, gedir körəsən. Yəni, Vaqif müəllimin simasında bunu deməyə bilməzdim.
Bu, yəni, yaxşı kişilərdən. Deyirlər, qardaşın nə tər adamdır, yol yoldaşı olmamış. Yəni, sözün əslində aslında yol yoldaşı olmuşuq, bilirik. Tərlan xanım bizim uşaqlığımızın, belə deyək də, biz eyni şəhərdə doğulmuşuq, böyümüşük, orada yaşamışıq. O vaxtı mən də məktəbdə Komsomol Komitəsinin katibiydim, amma uşaqları dərsdən mən qaçırdım. Niyə müəllimlərim mənə deyirdilər ki, sən ədalətlisən? Səhər dərsə gələndə bizim sinifkomu qaldırırdılar, başlayırlar onu danlamaq. Mən əvvəl qalxırdım, deyirdim, onun günahı yoxdur. Mən eləmişəm, məni danlayım. Bilirdilər ki, mən həmişə haqqın tərəfində olan adamım. Biz Tərlan xanımı, bəli, 5-ci sinifdə Pambığa gedirdik məktəbə. Sovet hökumətinin gözəl işlərindən biri, sizə deyim. Özümüzdən alıb, nə bilim, fabrik gəzdirirdik, pambıq gəzdirirdik və o tökülən dərmanları da belə içirdik. Bugün Qarabağda yaşayan insanların çoxunun yaşayanlar varsa da bizim kimi. Qaraciyərləri xəstədir. Qul əməyidir, bunu Marks da deyib, Engels də deyib, Lenin də deyib. Amma biz o qul əməyini yerinə yetirirdik. Hanım, Sovet hökuməti bizim ən gözəl, bax burada oturduğumuz kişi var ha, adını daşıyan. Onun da heysi. Onların Müşfiqində, Salman Mumtazında o qədər adam saya bilərik ki. Və Nargin adasındakı o sümüklərin də səbəbkarı. Biz deyirik, bunları yaşamışıq. Amma bu gündə qorxuruq deyək ki, onu bizə kim yaşadı? Soydu Kur'an'ı getdi, yola çıxdı. Neyse. Tərlan xanım, uşaqlığımızın çətin və yaxşı anları oldu təbii ki. Bəzən tapmaq istədiyimizi tapa bilməmişik. Bəzən görmək istədiyimizi, hətta evimizdə görmək istədiyimizi görə bilməmişik. Amma hər halda belə qəhrəmanları mütləq bu gənclərə göstərmək lazımdır. Çünki o vaxtın qadınlarda olan abır, həya, necə deyərlər, dəyərləri qiymətləndirmək, bayaq burada qeyd olundu ki, Tərlan xanım nənəsinə nədər baxırdı. Amma nənə də ona heyə baxmışdı. Biz bilirdik bunu. Yoldaşına hörmət, izzət, təbii ki, o vaxtdan gəlib, dünən mən bir tərbidə də dedim. Mən hamıdan xahiş edirəm. Gəlin bizim ictimai qınağımız olsun. Yox, bizim qadınlarımızın adına, sanına, bu cür hörmətlərinə kölgə salan insanlar ki var, o TikToklarda, nə bilim, internetlərdə, hətta televiziyalarda biabırçılıq. Bunları biz qınamalıyıq. Niyə mənim şərəfimə belə insanlar şərəfsizlik gətirməlidir? Niyə Azərbaycan qadının, Türk qadını savaşçı olur? Bu inkar olunmazdır. Ömrü boyu savaşçı olur. Türk qadını savaşçı olmasaydı, dünyada bu dəqiqə 5-3 dövlətin içində Türk dünyasını savaşçı kimi qəbul edəməzdilər. Savaşçı kimi görməzdilər və güclü ordusu olan kimi göstərməzdilər. Belə analar olmasa, o mərd oğullar doğulmaz. Mən deyim sizə. Heç kəs, mən 1-ci Qarabağ müharibəsindən danışıram, heç bir mənim əskərim ora heç bir təmənna üçün gəlməmişdir. Mən onların hamısının əvəzinə əlimi Qurana basa bilərəm. Nə əlillik üçün gəlməmişdi, nə qəhrəman, milli qəhrəman olmaq üçün gəlməmişdi. Səngərin qabağında bunlar da vardı. Heç birin təmənnası yox idi. Mən onların sevgilərinə də qulaq asmışam. Mən onların arzularına da qulaq asmışam. Bilirsin niyə? Mənim elə zamanım yox idi. Amma qulaq asırdım ki, 5 dəqiqədən sonra o olmaya bilər, 5 dəqiqədən sonra mən olmaya bilərəm. Amma o onu kiməsə danışmalıdır. Ona görə onu dinləmək məcburiyyətindeydim. Və bugün onlar yoxdur. Yazarlara təşəkkür edirəm, burada yazarlar var. Mənim ilk dəfə mətbuatda mənim haqqımda bax o oturan xanım yazır. Fərdə Ləman yazır. O Azərbaycan xalqına tanıdıb ki, Milli Ordunun hər tarixində belə bir komandir qadın oldu.
Mən sizin hamınızın əvəzindən eləmişəm onu. Əgər yaxşı şeylər eləmişəmsə, sizə şərəf gətirmişəmsə, yenə dedirəm, bu Türk qadını. Mən həmişə deyirəm ki, bizdə belə bir misal var, deyirlər, Türk qadınının ən birinci vəzifəsi dünyaya uşaq gətirib onu tərbiyə eləməkdir. Mən isə deyirəm ki, xeyr, Türk qadınının ən birinci vəzifəsi, ümudə vəzifəsi Türk kişisinin papağını dik eləməkdir. Çox sağ olun, mən sizlərə təşəkkür edirəm. Bugün bizim uzaq Rusiyadan qonağımız var, Firuzə xanım. Mən Sankt-Peterburgda olanda məni qarşılayan xanımlardan biri bu olubdur. Həm də ki, mən oradan gələndə Sankt-Peterburgda olan Azərbaycan xanımları yığıldılar, məni yola saldılar. Unudulmaz bir gün yaşadım və bugün gəlib sabah anasının 8 Martını təbrik eləməyə. Ayın 10-da da gedir və bildi ki, Tərlan xanımın bugün ilə yubileyi qeyd olunur, həm də kitab təqdimatıdır. Nə qədər yaşa? Qaça-qaça gəldi. Buyurun Firuzə xanım, sizi eşidək mənimləsin. Çok hoş oldu sizin gelişinizdə, çok sevindim. Günaydın olsun. Я хоть и выходец из Азербайджана, я лезгинка, но родина моя все равно Азербайджан, я выросла в Сумгаитце. Так получилось, что мы уехали в Петербург, живем там. Я от лица Лиги азербайджанских женщин под председательством Заки Аханом, я от представительства дагестанской диаспоры, представителя Дагестана Гасана Алиевича. Когда они узнали, что я попадаю на такое мероприятие, сказали, обязательно наши искренние поздравления вам. Вот. А будучи творцом, вы тут все писатели, поэты, преклоняю перед вами голову, но я творец. И я создаю вот такие уникальные куколки. Я хочу, чтобы это куколка. Спасибо. Çox sağ olun Məhəmməd. Deməli, bu gəlincikdən birini də mənə vermişdi. Mən də aeroportdan keçəndə deyir ki, orada şüşə var. Deyirəm ki, yox, ola bilməz. Bir saat məni saxlayıblar, sən demə, şüşə kutulkanın ayağına keçiribdir, kulağının ayaq düzəldib, belə durmaq üçün. Mən də deyirəm, mən bir də baxıram, kulağın ayağı sən demə şüşə. Bir saat bütün mənim çantamı töldülər. Deməli, bugün bizim burada 225 sayılı məktəbin direktor müavini Zemfira xanım Nusalova iştirak edir, bizim əzizimiz, dəyərlimiz, həm də ki, çox gözəl qiraətçidir. Hər tədbir bizdə daha çox insanlıq mərtəbəsinə bizi yüksəldir və doğrudan da insan şəxsiyyətə çevirəndə mövcudluğun yox, yaşamağın nə olduğunu bilir. Çünki baxmaqdan sonra görməyə keçid var. Siz bunu bizə göstərirsiniz. O ki, qaldı Tərlan xanım. Tərlan xanım, özü psixologiya, imaj haqqında kitablar yazıram deyə, elə kitabların müəllifiyəm deyil, mən sizi düzünüzə baxıram. Sizin içinizdəki o sevgi, dəyər, insanlara olan eşq, o cümlədən Allaha olan məhəbbət, bütün simanız öz əksini tapır. Və ən böyük şəxsiyyətlər heç bir maddi dəyərlərdə dəyər axtarmır. Çünki onlar sevgi ona görə axtarmır ki, onlar sevginin özü olur. Onlar dəyər ona görə axtarmır ki, onlar dəyərin özü olur. Bir də bu tədbirdə bir şey hiss elədim. Biz bura məcburiyyətdən yox, zərurətdən olmuşuq. Belə bir aforizm var, məcburiyyət insanları yaxınlaşdırdıqca uzaqlaşdırır, zərurət uzaqlaşsan da yaxınlaşdırır, yaxınlaşsan da yaxınlaşdırır. Biz zərurətdən buraya yığılmışıq. Mən Vaqif müəllimə də böyük təşəkkür edirəm. Bu cür böyük ədəb haqqında, bu cürə əfsanəvi qəhrəman haqqında siz kitab yazmışsınız. Bu möhtəşəmdir. Və haqq öz yerini tutanda çox gözəl vurğuladılar. Əziz Ziyalı xanımlarımız doğrudan da çox gözəl olur. Mən qısa zaman kəsiyində sizin çox vaxtınızı almaq istəmirəm. Sadəcə olaraq fikirlərimi belə demək istəyirəm. Çərxi fələk fırlansın əfəndim. Ağ qaraya, qara ağa qarışmaz. Qatıq qaymaq qarışsa da qəmli. Yağ ayrana, ayran yağa qarışmaz.
ömür atını çapıb getdi bir ilin. Qara telə cığır saldı ağ dilim. Bağçalara bəzək qurur bülbülüm, qartal düzər bayquşlara yaraşmaz. Ələni başa çəkən kəstələr, haq salamı çörək üstə kəstilər, yaxşıların ürəyini kəstələr, yaxşılığı başa çalışmaz. Bir ləkədən bütün nəsil yunur, doğru olan götürəlmi yalan. Haq bilir ki, ar məsləki olanı məsləksiz də ulduzları barışmaz. Nə fərqi var? Nə fərqi var dağda, düzdə, dərədə? Kamil ovçu qoyar mı dərədə? Azı göycək çox olsa da arada tuğla baxır, buz divara yapışmaz. Həyat seçilir el obadan maşın. İnsan olur, nadan olur maşın. Vətən olur, el obadan maşın. Vətən sürməyə xalqımız. Ötür zaman sinəsinə Fatimə. Qurban vətən sinəsinə Fatimə. Doğransa da sinəsinə Fatimə. Şöhrət üçün qeyrət sizə açmaz. Mən həqiqətən də mən həqiqətən də çox sevinirəm ki, öz yerini tapır. Mən çox sevinirəm ki, sizin kimi əfsanəvi qəhrəmanlar unudulmur, yaddaşlarda qalır və inanıram ki, indidən sonra neçə illər keçsə də belə siz hər zaman bizim qəlbimizdə həmişəlik təhqir olacaqsınız. Təşəkkür edirəm. Çox sağ olun. Akademiya yaradıb, orada balaca uşaqlar elə şeirlər deyirlər ki, yəni çox möhtəşəm. İnşallah hazırlayarsınız bu kitabdan Tərlan xanım haqqında gözəl bir kompozisiya düzəldərsiniz, gələn tədbirlərdə iştirak edirsiniz. Mütləq, çox sağ olun.